Salam hər vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafya iş dəftərindən bölmə 1.2 lokal məkandan qlobal məkana mövzusunun çalışmaların izahına baxacağıq. Yəni vaxt itirmədən birinci çalışmaya baxaq. Məkanın miqyasına aid olan ifadələri doğruya qoş, yanlış isə x işarələ qoyaq. Gəlin oxuyaq və doğru və yanlışları seçək. Lokal miqyaslı problemlər konkret məhəllə, qəsəbə, şəhərlərlə məhdudlaşır. Bəli, doğrudur. Yəni bu doğrudur. Lokal miqyaslı. Sonra qlobal miqyaslı problemlər yalnız bir ölkəyə və konkret regiona təmsil edir. Baxın, bir ölkə deyil. Yəni nədir region deyil? Bütün dünya aid olmalıdır. Bu olacaq yanlış. Daha sonra regional münaqişələrin qlobal təhlükəsizliyi və sabitliyi təsiri ola bilər. Bəli, bu ola bilər. Yəni regional münaqişələr, məsəl üçün deyək ki, Suriyyədə baş verən vətəndaş müharibəsi qlobal miqyasda öz təsirini göstərmişdir. Daha sonra bir şəhərdə keçirilən mədəni festivallar qlobal hadisə hesab olunur. Xeyr, bu qlobal hadisə hesab olunmur. Bir şəhərdə keçirilirsə, baxın bir sözü var burada. Bu olacaq lokal. Yanlış oldu. Düzgün cavab burada oldu. 1, 3, doğrular oldu. 1, 3, yanlışlar oldu. 2, 4. Daha sonra ikinci tapşırığa baxaq. Aşağıda verilən təsvir təhlil et və suallardan istifadə edərək esse yaz. Baxın, burada bizə 3 dənə təsvir verilib. Lokal məkan, regional məkan və qlobal məkan verilib. Təsvir neçə hissədən ibarətdir? Təsvir 3 hissədən ibarətdir. Lokal, regional və qlobal. Daha sonra təsvirdəki simvollar nəyi bildirir? Baxın, təsvirdəki simvollar fermerin məhsulunun regional, lokal məkandan qlobal məkana doğru, yəni qlobal miqyasa doğru satışını göstərir. Baxın, kənd məhsulları, fermer öz məhsulunu istehsal, onu yerli bazara, yəni regional sayda satır. Daha sonra isə məhsulu qlobal bazara çıxır. Daha sonra buranı təmizləyim. Fərqli rəngli olan hissələrin adları nə ola bilər? Fərqli rəngli hissələrin adları ola bilər ki, yəni dediyimiz kimi lokal ticarət, regional ticarət və qlobal ticarət. Daha sonra simvolla bir əlaqəsi var mı? Bəli, simvolla bir qarşılıqlı əlaqəsi vardır. Yəni əgər fermer olmasaydı regional ticarət olmazdı, regional ticarət olmasaydı isə qlobal ticarət olmazdı. Eyni şəkildə də qlobal və regionalla da lokal bir-birə qarşılıqlı əlaqəsi mövcuddur. Daha sonra təsvirdə hansı məkanın xüsusiyyətlərinə toxunulmuşdur? Təsvirdə məkanın, baxın, iqtisadi xüsusiyyətinə toxunulmuşdur. Fikir versində satışdan söhbət gedir də, kənd təsərrüfatı məhsullarının satışından söhbət gedir. Bu oldu iqtisadi. Təsvir nəyi ifadə edir? Təsvir kənd təsərrüfatı məhsullarını dünya bazarda çıxarılma mərhələsini ifadə edir. Təsvirə başlıq seçin. Təsvirə biz belə başlıq seçərdik ki, kənd təsərrüfatı məhsullarının lokal məkandan dünya məkanına çıxışını biz qeyd eləyərdik. Daha sonra üçüncü tapşırığa aşağıdakılardan hansı Türkiyənin qlobal miqyasda turizm ölkələrindən biri olmasına səbəb deyil? Tarixi xəbərlərin zənginliyi, bu doğrudur, ona görə götürməyəcək. Ölkənin əlverişli təbii şəraiti, bu da doğrudur, götürməyəcək. Qədim sivilizasiya səviyyəsində olması, bu da doğrudur. Amma fikir verirsə, əhalinin həddən artıq yerləşməsi, bu yanlışdır. Yəni turizmə aidiyyəti yoxdur əhalinin sıx olması. Yəni tarixi xəbərlər zəngindir, turistlər tarixi abidələri görməyə gəlir. Əlverişli təbii şəraitdə və turistlər təbiəti görməyə gəlir. Qədim sivilizasiya ərazisi olması, yəni turistlər qədim sivilizasiya mədəniyyətini görməyə gəlirlər. Lakin əhalinin həddən artıq yerləşməsi turizmlə bağlı deyil. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Bu qədər. Təşəkkürlər.